Heydər Əliyev Azərbaycan diasporunu rəsmiləşdirən ilk yeganə dövlət rəhbəridir. Və özü də həmişə çox çalışırdı ki, xaricdə Azərbaycan diasporu olsun, özü də güclü olsun. Mətbuat baxımından, ondan sonra fəaliyyət baxımından. Özü də Heydər Əliyev yalanı da tez bilirdi. Mənim yaxşı yadımdadır. Ukraynada bir kərə diaspor rəhbəri dedi ki, ay biz belə bu iş görürük, belə bizim burada lobbiləşmişik falan. Heydər Əliyev bir sual verdi. Dedi ki, seyimlərində, yəni parlamentlərində, dedi, neçə Azərbaycanlı deputat var? Belə baxdılar, dedilər, yox. Amma dedi ki, orada neçə erməni var? Lvovdakı fəaliyyətlərini falanlarını, yəni onların yalanlarını çıxartdı. Yəni, ola bilərdi bəzən kimlərsə rəhmətlik Heydər Əliyevə yanlış məlumat verə bilərdilər. Amma sonra o onu bilirdi və onu sonra hər halda bağışlamırdı. Mənim taleyimə belə qismət oldu ki, mənim bir cəmiyyət rəhbəri kimi, Xudafərin jurnalının redaktoru kimi 97-ci ildə, avqust ayıydı, mənə tənqid elədi, əlbəttə. Çünki biz Xudafərin jurnalında yazmışdıq ki, iqtidar müxalifət fərq qoymuruq, amma həqiqətən də səhv addım atmışdıq, fərq qoyurduq. Onda mən çox narahat idim. Allah rəhmət eləsin. İnstitutda mənə müəllim olmuş, elə bir ana kimi olmuş Solmina xanım Dadaşova ilə həmişə telefon əlaqəmiz vardı. O zaman belə WhatsApp zad yox idi. Və görüşdən sonra, bir gün sonra Solmina xanıma zəng elədim. Dedim, Solmina xanım, yəqin Heydər Əliyevlə bizim görüşümüzə çox narahatsan da. Dedi, qətiyyən. Mənə dedi, mən də belə doğrudan məyus olmuşdum özümdə. Dedi ki, yox, qətiyyən. Orada Heydər Əliyev səni tənqid eləyə, sənə ifadələr işlədirdi. Mənim oğlum, əziz oğlum, dedi, Heydər Əliyev heç kim elə demir. O mənə doğrudan da deyildi ki, əziz oğlum, sən yanlış yoldasan, səni alladırlar, sənə yalan materiallar göndərirlər, sən də bunları çap edirsən. Amma üstündən illər keçəndən sonra doğrudan da indi mənə tam məlum oldu ki, Allah rəhmət eləsin, uzaq görən insanmış, düz deyilmiş.